Hər kəsə salam, mən Almaz. Adbu TV komandası olaraq tələbələrimiz üçün biraz düşündürücü, biraz da təəccübləndirici suallar hazırlamışıq. Ən çox sual cavablayan tələbəmizə isə qalibsən deyəcəyik. Elə isə getdik. Ən yaxın planet hansıdır? Merkuri. Instagram və Facebook hansı şirkətin daxilindədir? Meta. Azərbaycanda ilk dəfə səhnəyə qoyulan opera hansı olmuşdur? Leyli Məzun. 2025-ci ildə keçirilən Formula 1 yarışı üzrə Azərbaycan Grand Prix-sinin qalibi hansı pilot olmuşdur? Leclerc. Yanlışdır. Max Verstappen. Günəşə ən yaxın planet hansıdır? Merkuri. Instagram və Facebook hansı şirkətlərin daxilindədir? A few moments later. Meta. Doğrudur. Azərbaycanda ilk dəfə səhnəyə qoyulan opera hansı olmuşdur? Leyli və Məcnun. Ən yaxın planet hansıdır? Merkuri. Instagram və Facebook hansı şirkətin daxilindədir? Microsoft. Yanlış. Facebook. Meta. Meta. Günəşə ən yaxın planet hansıdır? Merkuri. Instagram və Facebook hansı şirkətin daxilindədir? Bilmirəm. Günəşə ən yaxın planet hansıdır? Merkuri. Instagram və Facebook hansı şirkətlərin daxilindədir? Pas. Meta idi cavab. Günəşə ən yaxın planet hansıdır? Merkuri planet. Instagram və Facebook hansı şirkətlərin daxilindədir? Meta şirkəti. Doğrudur. Azərbaycanda ilk dəfə səhnəyə qoyulan opera hansı olmuşdur? Səhv eləmirəmsə Leyli Məcnun. 2025-ci ildə keçirilən Formula 1 yarışı üzrə Azərbaycan Grand Prix-sinin qalibi hansı pilot olmuşdur? Max Verstappen. Doğrudur. Xalq Cümhuriyyəti neçənci ildə qurulub və nə qədər davam edib? Deməli 1918-də qurulub, 1920-ci ilə kimi 23 ay. Tamamilə doğrudur. Hindistanı kəşf etdiyini düşünən Kristofor Kolumb əslində hansı materiki kəşf etmişdir? Cənubi Amerika. Bugünkü buraxılışımızın qalibi siz oldunuz. Bu münasibətlə sizi təbrik edirəm. Bu isə hədiyyəniz. Minnətdaram, çox sağ olun. Beləliklə verilişimiz sona çatdı. Bizi sosial şəbəkələrdən izləməyi və şərh bölməsində fikirlərinizi bölüşməyi unutmayın. Hələlik!